Elantradır. Yüngülvarı sağdan qaza keçirir. Təkərə baxın, təkər dönlü vəziyyətdə qalır. Gedəndə də maşın getmir, oynayır. Bunu qaldıracaq, baxacaq ki, problem nədir? Hal-hazırda sükan içəridə düz vəziyyətdədir. Sol təkər düz vəziyyətdədir. Görsək ki, sol təkər düz vəziyyətdədir. Amma sağda problem var. Hansısa detal əyilib ki, sağ təkər dönlü dayanıb. Maşınımızı qaldırmışıq. Təkər o qədər dönür ki, çaşkiyə dəyir. Deməli, burada bu detal, nakonechnik, gördüyümüz nakonechnik əyilib. Və almacıq da əyilib. Fikir verin bura. Bu nakonechnikin düzlüyünə baxın, tiyaganın düzlüyünə baxın. Burada nakonechnik görün necə qatlanır. İndi bunun özünü sökəcəyi dəyişmədən. İkisini də özünü düzəldib qoyacaq üstünə. Və əlavə nakonechnik almağa, tiyaga almağa ehtiyac yoxdur. Özünün orijinaldır, üstündə və Hyundai Kia yazısı ilə. Orijinal detalda sağlamatsa, işləyirsə, buna görə ki, bunu dəyişməyə ehtiyac yoxdur. Düzəldəcəyik, qoyacaq üstünə, maşınımızı razı edəcəyik, olacaq əla. Hyundai'mızın nakonechniyi qatlanmışdır, nakonechniyi düzəltdik, almacığı əyilmişdi, onu düzəltdik. Təkər arxaya getmişdi, görün nə qədər qabağa getdi. Təkər də qabağa verdik və gedirik razvala. Deməli, nakonechniyimizi düzəltdik, almacığımızı düzəltdik, sağ təkər arxaya idi, onu da verdik qabağa. Bu da onun ölçüləri. Mən də maşınım var, Təkərin irəli geri olmağı düzəldi, rulun əyriliyi, təkərin əyriliyi düzəldi.